Hər il olduğu kimi bu dəfə də müqəddəs Ramazan ayı girər-girməz restoranlar iftar menyularını müştərilərə təqdim etdilər. Qeyd edək ki, Bakıda bəzi restoranlar imsak vaxtı da fəaliyyət göstərir və buna uyğun menyu təqdim edirlər. Qiymətlər isə müxtəlifdir. Mediada yayılan xəbərlərə əsasən onu deyə bilərik ki, paytaxt restoranlarının əksərində iftar menyuları müştərilər üçün o qədər də sərfəli deyil. Qeyd edək ki, bir nəfərlik iftar menyularının qiyməti 15 manatdan başlayır. Amma paytaxtda elə restoranlar var ki, bu qiymətlər 60-90 manat arasında dəyişir. Vətəndaşlar bu qiymətlərin cibə uyğun olmadığını düşünürlər. Əvvəlki illərlə müqayisə eləsək, əvvəlki illərdə qiymət indi biraz bahadır. Açığı biraz əvvəl stabil idi, yaxşı idi. İndi dövrümüzü başa düşmək olar ki, indi get-gedə biraz bahalaşma gedir, ərzaqları almaq, tərəvəzləri almaq biraz baha gəlir. Onun üçün menyunu qaldırmaq belə də yəni təəccüblü gəlmir. İndiki dövrə baxsaq təəccüblü gəlmir. Çox bahadır, 90 manat bir nəfərə çox bahadır. Yəni bir nəfərin uzaq başı 20-15 manat, 15-20 manat arası ola bilər. Ondan artıq bahadır. 2 il bundan qabaq tez-tez restoranda açırdım, amma indi evdə açıram. O vaxt qiymətlər neçə idi? O vaxt qiymətlər hardasa 4 nəfərin qiyməti 90 manata 4 nəfər, 5 nəfər rahat açırdı. İndi 4 nəfərin qiyməti 1 nəfər olub. Ramazan ayına qurban olum. Yəni bağçılıqdır da. Normal belə ucuz qiymət olsa hamı üçün sərfəli olar da. Çəkiliş apardığımız restoran da öz müştərilərinə müxtəlif qiymətlərə iftar menyuları təqdim edir. Bizdə 2 nəfərlik iftar menüsü 2 nəfər üçün qeyd olunub. Toyuq yeməklər 29 manat, ət yeməklər 4 nəfərlik üçün 110 manat qeyd olunub. Başlanğıc olaraq bizdə starterlər var, paştet, xumus, bursettalar, şorbalar daxildir, salatlar daxildir buna. Əsasən də biz iftara uyğun olaraq xüsusi şorbalar seçmişik ki, orqanizmə çox zərər yetirməsin. Çəkiliş apardığımız digər bir restoranda isə bir nəfərlik iftar menyusunun qiyməti 31-38 manat arasında dəyişir. İftar menyumuz 3 çeşiddən ibarətdir. 31, 34 və 38 manatlıq menyularımız mövcuddur. Menyularımızın tək fərqi demək olar ki, əsas yeməklər, ana yeməklər fərqlidir. Menyuda toyuq, ət və balıq yeməklərinin çeşidlərimiz var. Sulu yemək, salatlar, məzələr, içki, şahi şirniyyət falan da olacaq. Təbii ki, Ramazan ayı etibarilə insanlar oruç tutduğu üçün gündüz saatlarında biraz az olur restorana gəliş. İftar vaxtında daha sonra rezervlərimiz və normalda rezervdən kənar gələn müştərilərimiz də olur. Yaxşı gəliş çoxdur. Müsəlmanlar üçün müqəddəs sayılan bu ayda oruç tutanlara iftar süfrəsi açmaq şübhəsiz ki, xeyirxah əməllərdən sayılır. Lakin dəbdəbə, israfçılıq və restoranlardakı iftar menyularında süni qiymət artımı bəzən heç də xoş qarşılanmır. Bəs dəbdəbəli iftar süfrələrinin, həmçinin iftarı evdə deyil restoranlarda açmağın oruculuğun mahiyyətinə zidd olduğunu iddia edənlər nə qədər haqlıdırlar? İftar süfrəsinin zənginliyinə və qiymətinə görə kimisə qınayanlar doğrumu düşünürlər? Bugün sabaha saxlamadan bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.